Məhərrəm ayındayıq. Cümə xutbəmiz öz axarında davam edir inşallah. Qurana baxış mövzumuz budur. Quran ətrafında danışırıq, amma axşam Allah nəsib eləsin, saat 9-dan yenə də Məhərrəm məclislərimizə başlayacaq 10 gün ərzində. Siz mənə dua eləyin, mən də sizi dua eləyirəm. Allah bu günləri yaşamaq tövfiqin bizlərə nəsib eləsin inşallah. Axşamki çıxışın fərqli olacaq. Adını da demişəm, yazıblar yəqin ki. Həqiqət yolunun davamı. 10 gün belə bir çıxışımız olacaq. Amma cümə çıxışımıza davam eləyək. Biz keçən söhbətlərimizdən belə nəticə almışıq ki, Quran təhrif olmayıb. Quran təhrif olmayıb. Həm əqli dəlillərlə isbat elədik, həm hədislə sübut elədik, həm tarixdən müəyyən statlar gətirdik ki, Quran təhrif olmayıb. Təhrif yəni nə azalıb, nə çoxalıb. Olduğu kimidir. Peyğəmbərə nazil olan Quran əlimizdədir. Xələl gəlməyib orijinallığa. Nəsə istəyiblər eləsinlər, amma edə bilməyiblər. Biz sübutlar demişik. Amma bugün dördüncü bir dənə yolla istəyirik sübut edək ki, Quran təhrif olmayıb. Quran təhrif olmayıb. Dördüncü elə Quran özüdür. Quran ayələrinə istəyirik deyək ki, Quran təhrif olmayıb. Təkcə ayə ilə sübut eləsəydi, bizə irad tutardınız ki, axı Qurandan niyə ayə deyirsiniz? Axı mən bugün necə həm tarix, həm əqli, həm də hədisə söykənib sübut eləmişəm. İndi bir də Qurandan istəyirəm statlar gətirim. Biraz Quranla da ünsiyyətimiz çoxalsın. Baxaq görək vəziyyət necədir. Yaxşı. Qurandan bir ayə deyirəm sizə. Hicr surəsi 9-cu ayə. Əzzəllahımız buyurur. İnna nəhnu nəzzəlnə zikr və inna ləhu ləhafizun. Allah bu ayədə buyurur. Biz bu Quranı, bu zikri nazil eləmişik və biz qoruyucuq inşallah. Qoruyuruq, qorumuşuq, qoruyucuq inşallah. Ayəyə bir dənə diqqət eləyin. Ayədə demir, mən qoruyacam. Mən söyləmir Allah Teala. Biz deyir, biz qoruyacaq. Ümumiyyətlə, Quranın bir üslubu var. Bəzi yerlərdə Allah biz deyir. Quranın Kərimin metodudur. Tanış olun bundan. Nə zaman deyir adətən? Mövzu çox mühüm olduğu təqdirdə və mələklər də bu prosesə dəxil olduqları təqdirdə Allah cəm şəxs əvəzindən istifadə edir. Mövzu çox mühümdür. Mələikə də bu mövzuda prosesdə sanki iştirak edir. Allah mesaj verir ki, istəyirsin ki, bütün qüdrətimlə bu işə nəzarət edirəm. Sanki bizə bu mesajı vermək istəyir. Ona görə deyir, biz bu Quranı Kərimi nazil eləmişik və biz qoruyucuq. Yəni, məsələ biraz dərindir. Bu aydan çıxarışlar edirəm sizə. Özdə ayədə 3 dənə təkid var. İnna ləhu ləhafizun. İnna bir. Həqiqətən biz. Ləhu, qrammatik oxuyanlar bilir də, bu yer dəyişimi olub. Keçib ləhu qabağa. Ləhu, ləhafizun. Ləhafizunda olan lə hərfi də təkidi çatdırır. Allah deyir, 100% əmin olun, biz bunu qoruyucuq. Yine bir nəfər çağırırsan evvə. Çox istədiyin adamdır. Deyirsən ona gələcəksən bizə. Biri var deyir ki, inşallah gələrəm. Biz axı biraz inşallah biraz başqa cürdür. İnşallah gələrəm deyir, 100% gələndir. Bir də var deyir ki, 100% tam arxain ola bilərsən, ürəyivi də buz kimi saxla ki, gələcəm. Ayə də budur, bax bu ayə. İnna ləhu ləhafizun. Allah da 100% əmin olun. Dəqiq bunu bilin. Oyan buyanı yoxdur. Biz bu kitabı qoruyub saxlayacaq. Təkid üzərinə. Bu ayənin zənginliyidir. Daha sonra deyir, İnna nəhnu nəzzəlnə zikr. Əvvəli də belədir, biz nazilləmişik. Yəni Allah istəyirsin ki, bu bizə aid kitabdır. Özümüzə yiyə çıxacaq. Bu sizin kəlamınız deyil ki, mənim sözümdür. Ona görə özümdən inəyəcəm, qoruyacam. Əvvəldə sanki istəyirsin ki, bunu mən nazirləmişəm, mən də sahib çıxacam. Tam arxain ola bilərsin.
Özüm də qoruyacağam inşallah. Hə, necə qoruyacağam, özü bir sual. Danışarıq. Qoruyacağam amma. 4-cü ayədən çıxan budur ki, ləhafizun, feil deyil, isimdir. İsmi cümlədir. Yəni Allah Taala istəyirsin ki, davamlı şəkildə qoruyacağam. Hər an qoruyacağam. Bütün zamanlarda qoruyacağam. Bütün məkanlarda qoruyacağam. Yəni müəyyən zamana aid deyil bu ayə. Bütün zamanlarda qoruyacağam. 5-ci məsələ budur. Bu ayə Allahın sözüdür və Allahın vədidir. Allah da Quranda buyurur: "Və mən əstəqu minallahi qilən." Mən düz danışıram. Mən sadiqəm. İnnallaha la yuhlifu el-mi'at. Allah vədəsinə xilaf çıxmaz. Allah vədəsinə inəməz, xilaf çıxmaz. Allah vədə veribsə, qoruyacam. Deyibsə, qoruyacam inşallah. Xoş, bu belə. Bu ayə bizə onu demir, ha, şübhə atılmayacaq. İrad tutulmayacaq. Maşallah, indiki dönəmimizdə nə qədər şübhələr, nə qədər iradlar və bundan öncə də olub. Bu ayə bizə net sözü budur ki, bu kitab əbədi yaşayacaq, bəqası təmin olacaq, nə azalacaq, nə çoxalacaq. Mən buna zaminəm. Yaxşı. 7-ci məsələ budur. Allah deyir, qoruyacam. Bəli, bəşərin əli ilə qoruyacaq. Bəşərin əli ilə qoruyub saxlayacaq. Amma xüsusi nəzarəti altındadır Allahın bu kitab. Bəşərin əli ilə qoruyacaq, Allahın xüsusi nəzarətindədir. İşin başında Allahdır. Bəşər də intənsurullah yənsurkum. Allaha kömək eləyir, yəni Allahın dininə kömək eləyir bu ayədə. Bəşərin əli ilə Allah Taala qoruyacaq. Belə deyil, məsələn, bu kitabı qeyri-möcüzəvi şəkildə qoruyacaq. Yox, bəşərin əli ilə qoruyacaq. Yeri çatsa bir başqa şəkildə də qoruyar. İşim onda deyil. Amma burada, məsələn, bəşər çəksin yaxasını ki, mənə aiddir, Allah deyib qoruyacaq. Bu deyil. Sənin əlindən, mənim əlimdən, kim ki istəyir bu ayənin içinə daxil olsun, bu ayədən bir nəsə qazansın, əldə eləsin. Hə, bəli, deyir, sizin əlinizdən öz nəzarətim altında qoruyacam, amma qoruyacam. Necə ki, məsələn, Həzrət Zeynəb salamullah aleyhanın bir sözü var. Axırda yazmışdım, amma eyb yoxdur. Hələ əvvəldə də deyim sözə. Deyir, Həzrət Zeynəb salamullah aleyha, keydəkə və səyəkə, nə qədər hiləviz var, hilələrinizi eləyin. Əlinizdən gələni saxlamayın. Nə bacarırsınız eləyin, nasib cöhdəkə, bütün səyinizi səfərbər eləyin və vallah la təmhu zikrənə və la tumitu vəhyənə. And olsun Allaha, nə biz əhl-i beyti tarixdən silə biləcəksiniz, nə Quranı silə biləcəksiniz. Əhl-i beyt yaşayıb, yaşayacaq, bax görürsən, əsrlər keçir, məhərrəm məclisləri davam edir. Əhl-i beyt yaşayıb, yaşayacaq, Həzrət Zeynəb and içib. And olsun Allaha. Bu Quranı aradan apara bilməyəcəksiniz. Əgər İmam Hüseyin əleyhissalam, bəli, İmam Hüseyin əleyhissalam özünü o canlı qurban verməsəydi, Quranı, dini tamamən silmək istəyirdilər, aradan aparmaq istəyirdilər. Allahın lütfi, inayəti, İmam Hüseynin səyi, çalışması, şühəda və Quran və davamı ilə bu xət, bu yol Quranı qorudu və saxladı. Şaşırsınız? Bu Allahın vədidir. Amma bu ayə ki, mən sizə oxudum, müəyyən şübhələr atıblar. İnna nəzzəlnə zikr, inna nəhnu nəzzəlnə zikr və inna ləhu ləhafizun. Biz bu Quranı nazil etdik və biz bu Quranı qoruyacaq. Müəyyən şübhələr atıblar ortaya. Nə deyiblər? Deyiblər, ayədə zikr deyib də, Quran deməyib ki. Zikr deyir. Zikirdən məqsəd Peyğəmbərdir, Quran deyil. Zikr yerinə yada salan. Quranda yada salır. Kim yada salır? Allahı, qiyaməti, məbdəni, məadı, həqiqətləri. Düz? Deyirlər, yox, bu ayədən məqsəd, zikirdən məqsəd Peyğəmbər. Peyğəmbər də qiyaməti yada salırdı, Allaha yada salırdı. Söhbət burada Peyğəmbərdən gelir. Bəzilərinin fikri budur. Amma cavab verirəm. Siz elə bu ayə harada yerləşir? Hicr surəsində. Həmən Hicr surəsinin əvvəl ayələrinə baxın. Allah Teala deyir ki, bəzilər gəldi Peyğəmbər dedilər, ya əyyuhəlləzi nuzzilə aleyhi zikr. Ey zikr nazil olan şəxs. Ey zikr nazil olan şəxs. Yəni Peyğəmbər, innəkə lə məcnun, bağışlıyorsun. Sən dələn. Ayənin əvvəlində qarşı tərəf müşriklər Peyğəmbərə deyir? Deyir, ey zikr nazil olan, yəni Quran
nazil olan şəxs, sən dəlisən. Allah Taala ayənin əvvəlində də toxunur bu mövzuya. 2 dənə ayə o tərəfdə deyir, Qurandan danışır. Deyir, bunlar deyirlər ki, bu zikr ki sənə nazil olub, bu Quran. Başda Peyğəmbəri təhqir eləməyə. Sonra davamıncı da Allah nə edir? Bir 2 aydan sonra buyurur, İnna nəhnu nəzzəlnə zikir. Biz bu Quranı nazil eləmişik, bu zikri nazil eləmişik. Bunların deməyi nəndir? Özümüz də qoruyacaq. Qoy nə danışırlar. Ağıllıya bəzi vaxtlar dəli demirlər. Peyğəmbərə deyiblər bunu. Deməli, bir çıxarışımız budur ki, bu atılan şübhə yanlışdır. Ki, Peyğəmbərə deyirlər, bu zikirdən məqsəd Peyğəmbərdir. Ayə deyir ki, zikirdən məqsəd. Burada kimdir? Qurandır. Nəinki Peyğəmbər? Bu bir məsələ. Yaxşı, siz deyirsiniz Peyğəmbərdir. Axı, onda gəlin belə götürək. İnna nəhnu nəzzəlnə zikir. Biz bu Peyğəmbəri göndərdik. Yaxşı. Və biz onu qoruyacaq. Qoruyacaq 2 cür götürmək olar. Tutaq ki, siz deyirsən, başlayıram danışmağa. Qoruyacaq səni. Bir fiziki şəxs olaraq Peyğəmbəri qorumaqdan söhbət gedir. Yəni, qoruyacaq nə olacaq? Ölməyəcəksən. Peyğəmbər dünyasını dəyişdi, yoxsa yox? Dünyasını dəyişdi. İnnəkə meyyit və innəhum meyyitun. Sən də dünyavı dəyişdin, o biriləri dünyalarını dəyişdi. Əgər fiziki şəxs olaraq da biz burada bu qorumağın mənası hara getdi? Hə, yox, deyirsiniz, hüquqi ünvandan söhbət gedir. Yəni, sənin nübüvvətvi, risalətvi qoruyacaq. Bu necə qorumaqdır ki, Quran təhrif oldu, getdi. Quran təhrif olsa, aradan getsə, bu nübüvvəti qorumaq nə anlama gəlir? Hələ Peyğəmbəri qorumaq da ona nazil olan böyük möcüzəni qorumaqdır da. Çünki o möcüzə Peyğəmbəri həm də yaşadır da. Siz hələ Peyğəmbəri qorumaq da söz, yenə də Quran onun içindədir, onun kənarındadır, o mövzunun içində dəxildir. Ona görə buradan da nəsə çıxardırıq ki, yox, elə deyil, zikirdən məqsəd Qurandır, nəinki Peyğəmbər. Lap Peyğəmbər də götürsünüz, yenə Quranı qorumalıdır bu ayəyə əsasən. Yaxşı. Sonra başqa bir dənə şübhə atıblar. İnna nəhnu nəzzəlnə zikr və inna ləhu ləhafizun. Biz bu Quranı göndərmişik və qoruyacaq. Deyiblər, Quran axı lövh-i məhfuzdadır. Lövh-i məhfuz o aləm, düzdür. O aləmdə Allah Taala deyir, qoruyacaq. Buradan söhbət getmir. Heç dəxli var adama deyərlər. Orada qoruyacaq. Ax, bu kitabın missiyası nədir? Allah Quranı niyə göndərib? Allah Quranı göndərib insanları hidayət eləsin, səadət bəxş eləsin. Yaxşı, bunu lövh-i məhfuzda qorunmaqla axı bu missiya tamamlanmır. Allah bu Quranı göndərib, Quranda buyurur, Kitabun ənzəlnahu iləykə lituxricən nas minəz-zulümati ilən-nur. Biz bu kitabı nazil eləmişik ki, insanları zülmətdən çıxardasan ara, nura. Əgər bu kitab orada qoruyublar, saxlayıblarsa, buradakı kitab təhrif olubsa, bu kitab məni necə zülmətdən nura çıxartacaq? Bu kitabın missiyası budur ki, məni zülmətdən nura çıxartacaq. Bu da təhrif olub çıxıb gedir. Sən isə orada qoruyub saxlayıblar. Oradakı mən nə edirəm? Bu mənada. Ümumiyyətlə, orada kimdən qoruyurlar? Bir kitab göz missiyasını icra eləməyəcəksə, orada kimdən qoruyacaqlar onu? Orada nə baş verəcək ki, qoruyaq onu? Lövh-i məhfuzda. Bu sözdür. Yaxşı. Digər tərəfdən axı məsumların bir hədisi var, deyir, əgər bizdən bir hədis eşitsöz, Qurandan yoxlayın, üzbəöz qoyun. Yəni, Quran təhrif olubsa, biz hədisləri hansı təhrif olunmuş kitabla necə qoyacaq üzbəöz? Deyəcək, lövh-i məhfuza biz çıxa bilirik. Gedək lövh-i məhfuzdan yoxlayaq, görək ki, Aysanla bir dənə baxaq, görək düzdür, yoxsa yox. Hara gəlmişəm, lövh-i məhfuza gəlmişəm. Bu da yanlış baxışdır. Bu şübhə də yanlışdır. Bəzilər gəlib deyib, yox, düz deyirsiniz. İnna nəhnu nəzzəlnə zikr və inna ləhu ləhafizun. Biz bu Quran-ı Kərimi nazil eləmişik və biz də bunu qoruyacaq. Bu ayə gəlib, bu ayədən qabaqki ayələri, surələri Allah Taala deyir. Bəs bundan sonrakiləri necə çıxardırsınız? Hərdən maşallah elə şübhələr çıxır ortaya, elə fikirlər deyirlər. Valla, adam deyir, bunlar oturub başqa şeyi fikirləşsəydilər, yaxşı şeylər tapardılar, çıxardardılar. Hərdən bu başı hara işlədirlər, bu zehni, bu boyda Allah zehni verib, güc verib, yaxşı şeylər düşün, yaxşı mövzular çıxart ki. Hərdən mən o şübhələrə baxıram, deyirəm, ilahi, bu həyf ömrü lazım olmayan yerlərə sərf edeyim. Deyir ki, ayə demir, biz qoruyacaq. Bu ayə gəlib ortalarda tutaq ki, bir yerdə gəlib də, bura qədər gələnləri Allah deyir də, bundan sonra deməyib ki. Cavab budur ki, axı, bu ayə Quranla bağlıdır.
İnna nəhnu nəzzəlnə zikr. Biz bu Qurandan söhbət edirik. Yaxşı. Biz bu Qurandan söhbət edirik. Bu ayə bənzər başqa bir ayə var. Allah Teala bu innehu la Qur'anun kerim fi kitabin meknun la yemassuhu illa'l mutahharun. Bu elə bir kitabdır ki, bunu paklar ünsiyyət qura bilər. Paklar bunun dərin mənalarını anlaya bilər. İndi bu ayə də bir yerdə gəlib də. Bu o deməkdir ki, ya bu gələnə qədər olan ayələrə aiddir. Özündən sonra gələn ayələrə aid deyil. Bu ayə istirsin ki, Allah Teala bu Quranı nazil və qoruyacaq və saxlayacaq. Yaxşı. Bu bir ayə. Hicr surəsi 9-cu ayədir ki, Allah Teala bu ayədə bizə mesaj verdi ki, bu kitabı qoruyacaq. İkinci, Fussilet surəsi 41-42-ci ayə. 41-42. İnnellezine keferu biz-zikri lemma ca'ahum və innehu lekitabun aziz. Deyir, bəziləri bu kitaba qarşı küfr elədilər. Kitab gəldik zaman. Amma onlar bilmirlər ki, innehu lekitabun aziz. Bu əziz kitabdır. Bizdə əziz, biz əziz xələf balam deyirik. Biraz belə mülayim səslənir. Əziz ərəb dilinə tərcümədə, yəni məğlub edilməz. Ərzun, izaz o dağa deyirlər, o yerə deyirlər ki, külünglə vurub dağıda bilmirsən oranı. Əziz yəni bu. Bir yol tapa bilmirsən. Mömin deyir, əziz olar, yəni nə mənada? Yəni onun fikirlərini batil tərəfə yönəldə bilməzlər. Ona nüfuz eləyə bilməzlər. Onu aldada bilməzlər, onu hilə eləyə bilməzlər, onu səhv istiqamət apara bilməzlər, əzizdir. Allah Teala deyir, bu kitab əzizdir. Yaxşı, davamında nə deyir? La yətihil batil min beyni yədeyk, nə öndən ona batil gələ bilər, və la min xalfihi, nə arxadan gələ bilər. Tənzilun min həkimin həmid. Həkim olan Allah, həmid olan Allah bunu göndərib. Nə öndən, nə arxadan. Mənası nədir? İzah budur ki, la yətihil batil min beyni yədi. Yəni, Peyğəmbər zamanındakı bu Peyğəmbərə nazil olur. Peyğəmbərin dönəmində də bir batil buna üst tuta bilmədi. Bir şey eləyə bilmədilər, təhrif eləyə bilmədilər. Və la min xəlfi, Peyğəmbər dünyasını deyişəndən sonra da mümkündür, batil buna üst tutsun. Kimsə gəlsin, öz fikrini qoysun, bu kitabdan ayəni çıxartsın, azaltsın, çoxaltsın, mümkün deyil. Bu da Fussilet surəsi 41-42-ci ayə. Bir dənə də ayə deyirəm inşallah bu cümə üçün. Tövbə surəsi 32-ci ayə. Əziz Allahımız bu ayədə buyurur ki, yuridun ən yutfi'u nurallah. Allahın nurunu üfürüb söndürmək istəyirlər. Ayə nə qəşəng ayədir. Bir əfvahihim, ağızları ilə istəyirlər bu nuru neynəsinlər? Söndürsünlər. Ya'bəllah İlla yutimma nurah. Vəlau kərihəl kafirun. Mümkün deyil. Allah buna izin verməyəcək. Bu nur tamamlanacaq. Batil əhli, bəşəriyyətə qənim kəsilən insanlar, istəsələr də, istəməsələr də, narahat olsalar da bu Quran tamamlanmalıdır. Bu Quranın nuru dünyanı bürüməlidir. Bu Allahın vədidir. Deyərsək, ayda nur söhbət edib. Nə bilsən Qurandır. Başqa ayədə Allah Teala deyir, "Qad ca'akum minallahi nurun və kitabun mubin." Sizə Allah nur göndərdi, kitab göndərdi. Allah Teala Quranın adına nur da deyir. Nurun bir xüsusiyyəti var ki, insanın şəffaflaşdırır, həqiqəti görürsən, səhvi görürsən, düzü görürsən. Allah Teala deyir ki, bunlar nə istəyirlər? Allahın nurunu söndürmək istəyirlər. Bunların istəyi budur. Özü ayəyə diqqət edin. Məsələn, misal çəkə bilərdi ki, günəşə bənzədə bilərdi də əziz Allahımız. Günəşin nurunu söndürmək istəyirlər. Nur addan günəşlə birlikdədir, düzdür. Allah günəş demir bu kitaba. Niyə? Çünki izə şəmsu kuvvirat. Bir zaman olacaq bu günəşlə nuru sönəcək. Amma Quranın nuru heç vaxt sönməyəcək. Quranın nuru həm bu dünyadadır, həm qəbirdədir, bərzəxdədir, həm qiyamətdədir. O nur sönməz. Allah ona görə günəşə də bənzətmədi. Günəşin nuru bir vaxt bitər, qutarar, gedər. Amma deyir, yox. Bu ayədə Allah Teala buyurur ki, yuridun ən yutfiu nurallah. Allahın nurunu söndürmək istəyir. Başqa ayədə buyurur, yuriduna li yutfiu. Burada bir dənə li hərfi əlavə olunub.
Bununla o iki ayənin fərqi nədir? Birinci ayə budur ki, bunlar istəyir bu nuru söndürsünlər. İkinci ayədə deyir, budur ki, sanki istəyirsin, liyutfiu. Yəni, bu nuru söndürmək üçün müəyyən planlar tökürlər. Müqəddimələr hazırlayırlar. Amma Allah Teala deyir ki, həm planlarınız, həm xam xəyallarınız, həm puç arzularınız reallaşmayacaq. Həm o son hədəf ki, tam nuru söndürməksiniz, o da olmayacaq. Həm də o planlar ki, tökürsünüz, ha, deyir, onlar da deyir, dağılıb gələcək. Bu mənim vədimdir. Onlar da bir yetişməyəcək. O xam xəyallar, o xam arzular. Bu olan deyil. Mümkün də deyil. Özü də əziz Allahımız nə yaxşı buyurur. Yəni, istəyirsin ki, haqq nura bənzəyir. Batil əhlini o qədər kiçik göstərir bu ayədə ki, deyir, əgər haqq özünü tanıya bilsə, öz boyuna düşənləri, öhdəliklərini eləyə bilsə, o batil əhli sanki deyir o üfürməyə bənzədir olanın işini. Elə bil bir adam dayanıb günəşin işığını üfürməklə söndürə bilər. Yəni sizin o qədər bütün işləriniz sanki o üfürməyə bənzəyir, həqiqət o nura bənzəyir. Siz onun bu işlə heç vaxt aradan apara bilməyəcəksiniz. Bu Allahın bizə vədidir. Buyruğudur. Allah qoruyub saxlayacaq və zamanla da qoruyub saxlayıb. Kərbəla da hərdən deyirlər, bu qədər niyə Kərbəla? Kərbəlanın bir işi də bu idi. Qorudu İslamı, qorudu dini, qorudu Quranı. Qarşılar üçün Quran əhəmiyyətli deyildi Bəni Ümeyyə üçün. İnşallah səbirli olun bu 10 gündə gecələri qulaq asarsınız. Bəni Ümeyyə üçün Quran, din mühüm deyildi. Qiyamət mövzu boş-boş söhbətlər idi. Siz baxmışsınız yəni ki, o İmam Hüseyin üçün nə deyir? İmam Hüseyini vuranda deyir, mən Aşuranın söhbətlərini eləməyim. Kəsik başını vuranda əlindəki çubuqla deyirdilər, qiyamət var, məad var, peyğəmbər. Boş-boş söhbətlərdir, Yezdin sözüdür. O Muaviyyənin əziz balasının. Yezid elə Muaviyyənin tayı, Muaviyyə Əbu Sufyanın tayı, Bəni Ümeyyə bu cür nə? İmam Hüseyin qorudu, Quranı saxladı. Haqq qoydu bütün İslam dünyasının boyunda. Bütün bəşəriyyətin üzərində haqq qoyub. Ona görə bəşəriyyət də şükür olsun Allaha anlayır və anlamaqdadır və dünyaya Hüseyin yayılır. Məsələ budur. İmam Zaman bir ziyarətnaməsi var. Həmən yerdə İmam Zaman buyurur, İmam Hüseyin haqqında deyir, Kuntə tətlul kitab həqqə tilavətihi. Sən bu kitabı tilavət elədin, oxudun və haqqını verdin bu kitabın. Maraqlıdır İmam Hüseyin haqqında İmam Zaman sözüdür. Yəni, sən bu kitabın haqqını vermirsən. Tilavət eləyəndə. Xülasə, Qur'an-ı Kərimdən axşamda danışacağım deyənə daha çox uzatmayayım. Allah nəsib eləsin. Xülasə kəlam budur ki, bu Qur'an-ı Kərim qorunub, saxlanılıb, əlimizdədir. Allahın lütfü ilə çatıb bizə. Orijinaldır, heç nə dəyişilməyib, olduğu kimi də qalıb. Bu kitabla ünsiyyət qurun, qardaşlarım, bacılarım. Ünsiyyət qurağın. Allah bizi bu kitabdan inşallah ayrı salmasın. Allahümme inna nes'aluke ve ned'uk bismikel azizil a'zam el-əcəllil əkrəm. Allah sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhmət və məhəbbət və bu əllər ki, sənin dərgahıva qaldırılmışıq. İlk əvvəl duamız İmam Zaman Aleyhisselamın zuhurunu təcil elə. Allah bağışlamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi, o kəslər ki, bizlərdən dua istəyirlər o qardaş bacılarımın, dualarını qəbul elə. İlahi, bu gecələri yaşamağı bizə nəsib elə. İlahi, bu gecələrdə Hüseyin əleyhissalamla ünsiyyət qurmağı bizlərə nəsib elə. İlahi, Hüseynimin ziyarətin bizlərə nəsib elə. Hüseynimin şəfaətin bizlərə nəsib elə. Ərbəyin ziyarətin bizlərə nəsib elə. İlahi, bihaqqı Fatimə, sən özün əlimizdən, bu xalqdan Əhl-i Beyt məhəbbətini alma. İlahi, nəslimizdə Əhl-i Beyt düşməni qərar vermə. İlahi, bihaqqı Fatimə, dünyasını dəyişənlər var. Bu gecənin məclislərin feyzindən dünyasını dəyişənlərə lütf elə. Ekran qarşısına əyləşən qardaşlarım, bacılarım, onlar da əllərini sənin dərgahıva qaldırıblar. İlahi, onların nə duaları varsa, bihaqqı Fatimə onlardan qəbul elə. Xəstələrimizə tezliklə şifa-i acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə.
İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi, şəhidlərimizi İmam Hüseynlə məşhur elə. İlahi, onların yaxınları, ailələri, balaları, övladları, anaları qəlblərinə huzur və aramlıq nazil elə inşallah. Peyğəmbər və əhl-i beytinə sallallahu zikrillah. Allahümmə salli ala Muhammed və ali